Əslində artıq son zamanlar İran-İsrail müharibəsindən daha çox danışmağa başlayıblar və Eyal Zamirin İsrailin müdafiə naziri təyin olunmasından dərhal sonraki verdiyi açıqlama var idi. Bu açıqlama, yəni bu il İranla və Qəzzada müharibə il olacaq deməsi əslində İran-İsrail savaşının başlamasına bir işarə olaraq yozulur. Amma doğrudanmı həm Amerika Birləşmiş Ştatları, həm də İsrail birlikdə İran əleyhinə bir müharibəyə başlaya biləcəklər? Bu olduqca çətin bir prosesə oxşuyur və şübhə yoxdur ki, yaxın şərqdə İsrail və İranın daha çox toqquşması üçün mütləq şəkildə böyük resurslara ehtiyacı var. Və bu resurslar Birləşmiş Ştatlar tərəfindən təmin olunub bu. Rusiyanın və Çinin mövqeyi necədir? Bütün bunları nəzərə alanda prosesin içərisində daha real Qəzzanın Birləşmiş Ştatlar tərəfindən ələ keçirilməsi, işğal olunması daha realizə bir fakt kimi ortaya çıxır. Birinci bunu izah etmək lazım ki, əslində prosesin ilkin mərhələsi İranla İsrail arasında proksi cəbhə rolunu oynayan Qəzzanın tamamən ələ keçirilməsi demək olacaqsa ki, ya İsrail, ya Birləşmiş Ştatlar tərəfindən bu daha realdır. Tramp planının işə düşməsinə də artıq biz ipucularını da görə bilirik. İkinci vacib nüans bundan ibarətdir ki, artıq həm də Birləşmiş Ştatlarda, o cümlədən də İsraildə siyasi ədəbiyyatlara Əli Rza Pəhləvinin açıqlamalarını çıxartmaqdadırlar və daha çox İranın bundan əvvəlki hakimiyyət dönəmlərinin, şah hakimiyyətinin geri qayıtması ilə əlaqədar planları ortaya qoyurlar. Bu da açıqdır ki, İsrail tərəfi və Birləşmiş Ştatlarda Molla rejimindən fərqli olaraq mütləq şəkildə yəni yeni hakimiyyətin dəyişməsində maraqlıdırlar. İranın parçalanmasında, ona qarşı savaş aparmaqda yox. Demək ki, İranın daxilində son zamanlar ciddi qarşıdurmaların baş verməsində şahidi olacağıq. Və İsrailin bütövlükdə İbrahim razılaşmaları ki var idi, region dövlətlərindən bağlamışdı. Bu region dövlətlərlə bağladığı müqavilələrin bir oxşarı Kir müqavilələri İranla bağlamasına dair indi ipucular da verilməkdədir. Və əlbəttə ki, İranın hazırda potensial olaraq rəhbərlik edə biləcək şəxs kimi oğul Pəhləvinin kifayət qədər ciddi mövqeyin olduğunu da biz burada izah eləməliyik.